Salyan rayonu Çıxanlı kənd ərazisində yerli sakinlər tərəfindən yeni bulaq aşkarlanıb. Yerli sakinlərin sözlərinə görə ötən əsrin 50-ci illərində bu ərazidə kəşfiyyat xarakterli neft və qaz yataqlarının tapılması məqsədi ilə bir neçə quyu qazılıb. Həmin dövrdə aparılan kəşfiyyat işləri nəticəsində müəyyən edilmiş potensial yataqlar uzun müddət istifadəsiz qalıb. Sakinlərin bildirdiyinə görə bu quyuların bəzi izləri hələ də mövcuddur və bölgənin təbii ehtiyatlar baxımından əhəmiyyətli olması ehtimal edilir. İlkin müşahidələrə görə bulaq suyunun xüsusi müalicəvi xüsusiyyətlərə malik olduğu ehtimal olunur. Bu xüsusilə Aran bölgəsi üçün nadir hadisə hesab edilir. Çünki bölgənin təbii coğrafi şəraiti belə bulaqların yaranması üçün adətən əlverişli sayılmır. Mütəxəssislərin bildirdiyinə görə bulaq suyunun tərkibində müxtəlif minerallar və insan sağlamlığına müsbət təsir göstərən komponentlər müşahidə olunur. Bu istiqamətdə müvafiq qurumların yenidən araşdırma aparması və mövcud ehtiyatların qiymətləndirilməsi bölgənin iqtisadi potensialının üzə çıxması baxımından əhəmiyyət daşıyır. Ərazidən müvafiq qurumlar tərəfindən nümunələr götürülərək suyun kimyəvi analizi aparılmasına ehtiyac var. Əgər bulağın müalicəvi xüsusiyyətləri rəsmi şəkildə təsdiqlənərsə, bu həm bölgə sakinləri üçün sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyacaq, həm də turizm potensialını artıra bilər. Qeyd edək ki, Azərbaycan ərazisində əsasən dağlıq və dağətəyi bölgələrdə müalicəvi bulaqlara daha çox rast gəlinir. Aran zonasında bu cür bulaqların aşkarlanması isə nadir hallardandır və bu baxımdan Salyandakı yeni bulaq elmi tədqiqat və turizm baxımından diqqətə layiq hadisə hesab oluna bilər.